Xəbər verdiyimiz kimi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyinatı olub. Bu vəzifəyə xalq artisti Aygün Səmədzadə Gəncə Filarmoniyasının direktoru vəzifəsinə təyin olunub. Pancomi TV-nin məlumatına görə Aygün Səmədzadə təyinatı barədə fikirlərini özünün sosial media hesabında bölüşüb. Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə və yüksək mədəniyyət ənənələrinə malik Gəncəni hər zaman sevmişəm. Bugün isə mənə böyük etimad göstərildi. Gəncə Dövlət Filarmoniyasının direktoru təyin edildim. Azərbaycanın ən gözəl sənət ocaqlarından biri olan bu məkanın maraqlı layihələrlə, ecazkar səslərlə, nümunəvi konsertlərlə, görüşlərlə daha da parlayacağına inanıram. Məni bu məsuliyyətli və şərəfli vəzifəyə layiq bilənlərin, sənətsevərlərin etimadını doğruldacaq, işgüzar və yaradıcı kollektivimizlə Gəncənin musiqili mədəni mühitini daha da canlandıracaq, zövqlü dinləyicilərini sevindirəcəyik, o qeyd edib. AZN Raul Ana səhifə Ölkə CHP 29 Qərbi Azərbaycan Diaspor Parlament Təhsil Hadisə İqtisadiyyat İdman Analitika Qarabağ Aktual Müsahibə Reportaj Media Fotosöhbət Dünya Mədəniyyət Ədəbiyyat Son xəbərlər Foto və video Redaksiya siyasəti Əlaqə Modern Az Facebook səhifəsi Modern Az Instagram səhifəsi Modern Az Telegram kanalı Modern Az YouTube kanalı Modern Az WhatsApp nömrəsi Modern Az Hay səhifəsi Modern Az reklamınız burada. Gəncənin zövqlü dinləyicilərini sevindirəcək yeni direktordan ilk açıqlama. Gəncənin zövqlü dinləyicilərini sevindirəcək yeni direktordan ilk açıqlama. Mədəniyyət 17 may 2025 16:59 Xəbər verdiyimiz kimi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyinatı olub. Bu vəzifəyə xalq artisti Aygün Səmədzadə Gəncə Filarmoniyasının direktoru vəzifəsinə təyin olunub. Modern Azın məlumatına görə Aygün Səmədzadə təyinatı barədə fikirlərini özünün sosial media hesabında bölüşüb. Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə və yüksək mədəniyyət ənənələrin